Risalədə yazılıb ki, səcdədə əlin içi bütövlükdə yerə qoyulmalıdır. Hərdən elə olur ki, əlin içi tam qoyulmur, əlin içi tam yerə dəymir. Biraz ovuc yerdən aralı olur. Bu namaza xələl gətirirmi? Ümumiyyətlə, səcdə edilərkən ovucun içinin yerə dəyməsi lazımdır. Bəzən görürsünüz, bəzi adamlar səcdəyə gedəndə əlin belə qoyur. Məsələn, belə bir şey qoyur, əlin içi yuxarıda olur, barmaqlar qalır, bir də bura qalır. Bu artıq əlin içi tam sayılmır. Çünki o əlin içi də buralar qeyd olunur. Bəzən qeyd olunur ki, ovucda nə olsun? Yəni qoyanda tam mənada əl yerə qoyulsun. Belə qoyulanda əl artıq tam yerə qoyulmuş sayılmır. Ona görə tam mənada yerə yapışdırılmalıdır. Əgər bu qəsdli edilərsə, bilərəkdən edilərsə, artıq o namazın səcdənin düzgün qaydasına xələl gətirmiş olduğu üçün namaza xələl gətirər. Amma qeyri-ixtiyari olsa, bilməyərəkdən olsa, o namazı pozmaz. Belə.